De görüm mənə Məhəmməd. Yaqub qaldı ki, mənim. Yaqub gəlməmişdi. Yaqub öyrənməm istəməyib də. Prosto ona görə deyək ki, dedi qalsın. Nə vaxt öyrənəcəksən? Axşam səhər. Yaxşı. Məhəmməd de görüm mənə. Gecikmiş, yubanmış. Gecikmiş, yuvanmış. Aha. Tamamilə səhvdir. Sağ ol. Mənim siz nə deyirsiniz? Mən başa düşürəm. Late də gecikmək. Late, late yazılır. Elə baxsan ki, elə bir söz yoxdur orada. Yox, mənim elə söz yoxdur. Yaxşı, cədvəl. Table. Table, başqa nə var table? Timetable. Yox, tam table cədvəl, düzdür. Table'ın başqa tərcüməsi Hə, nədir? stop. Ha. Arzu. Dream. Düzdür. Böyük, yaşlı. Old. Olar, başqa. Bir də Elderli. Ay, sağ olmalıdır. Yazmaq. Yazmaq. Vriti. Right deyilir. Deyilişin deyilir. Yaxşı. Öyrənmək. Öyrənmək. Learn. Sonra kifayət qədər. Enough. Sonra gənc cavan. Young. Enough dedi ki, kifayət qədərdir. Bu sifətin hansı dərəcəsində özünü göstərir? Üstünlük. Aha. Şərtdir. Adi, pozitiv. Degree. Adi dərəcədəyik də Məhəmməd. To idi, enough idi, razı, quiet. Bunlar olanda sifətin adi dərəcədə. Air, est, most falan heç nə götürmürdük. Sadəcə sifət necə varsa elə də qalırdı. Arxasında. Burası işlənmə yeri. Between. Bəli, enough sifətdən sonra işlənirdi. Digərləri sifətin əvvəlində. Gedəndən sonra. Eyni. Nə oldu? Between. Bitfin arasındadır. Bəs bitfin sifətin hansı dərəcəsində idi? Adi. Müqayisə idi. Among üstünlük. Bəli, among ikisi də arasındadır. Lakin between iki şəxs əşya arasında istifadə edirdik. Among isə 2-dən artıq. Səhv dedi də. Between dedi. Between arasındadır. Bəs arxasında nədir? Behind. Ən yaxşı. The best. Düzdürmü? Hansı dərəcədədir bu? Bizə best. Danışmırıq. Üstünlük dərəcəsində. Həsə, üstünlük dərəcəsində. Əzəvanı Messi demişdi. Düzdür. Ayda. Yaxşı, yağmaq, yağış bilərsən onu. Bütün gün boyu. Bütün gün boyu all day long. Çölə çıxmaq. Go out. Düzdür. Həyata keçirmək. Nə məli? Həyata keçirmək. Həyata keçirmək. Realize. Realize. Baba bilərsən. Grandpa. Yaxşı. Sonra Bu grandfather. grandfather var. Grandfather var. Düzdür. İkisi də var. Heç vaxt. Heç vaxt every Never. Aha. Lahiyə. Bunu keçmişdi. Lahiyə Nevir. project. Göz nə idi? Nevir Heç vaxt var. project. Nevir heç vaxt deyil. Heç vaxt projekt düzdür. Okay, Yağmur. Neydi? Yəni qarşısına qalmaq nə idi o yaptın? Qarşısına qalmaq. Hə, take off. Ha. To take care. Mənim bəzəyə qaldı. Ya ocaq təkrara. De görüm mənə. Sakit orada. Arzu. Dream. Başqa bilirik arzu. How? Ümid etmək. Ümiddir o başqa. W ilə yazılır. Wish. Aha. Vispa fısıldamaq idi. Yaxşı, visbədir bəli. Son dərəcə çox. Son dərəcə çox to. Sifətin hansı dərəcəsindədir bu? Adi, pozitiv. To-nun başqa tərcüməsini bilirik. Həmçin. Bəli, maladır. Cümlənin sonunda işlənir. Olmaq, çevrilmək. Olmaq, çevrilmək. Become. Aha. Qarşısına qalmaq. To take care. Başqa bilirik, qarşısına qalmaq. Look for. After. After. Look after. Look after. O look for axtarmaq idi. Look for after. Bəli, böyük yaşlı. Elderly. Düzdür. Daha sonra lahiyə. Project. Düzdür. Heç vaxt. Never. Sonra gecikmiş. Gecikmiş. Late. Düzdür. Gecikməkdə, yəni sonra cədvəl. Table. Düzdür. Yazmaq bilirsən, rahatdır. Right. Right deyilişdə də başqa deyiliş kimi right. Sağ. Və Bir də var daim olmaq. Əmin olmaq. aha. Bir də haqlı olmaq. Haqlı olmaq da əmin yox.
Və right orada re-cihət yazılır da. Bilirsin bu right deyil. Bəli. Əlbəttə. Of course. Sonra cavan, Young. kifayət qədər, Enough. öyrənmək, asanlıqlar bilirsən, yağış bilirsən, Rain. tanış olmaq, görüşmək. Meet. Yaxşı, Tomla hamı diqqət etməli olasın. Tomla görüşmək, yəni tanış olmaqda necə olar səncə? With Tom. Bir də? With Tom. Okay. Deməli, yox, yanlış dedin. Meet-dən sonra heç preposition gəlmir. Sadəcə meet Tom deyirsən, elə bilgin ki, meet Tom love ara, lalə. O meetin içindədir, aydındır? Meet with Tom demir. Yox, sadəcə meet Tom. Bəs o orada o demək ki, artıq Tomla görüşmək mənasını verir. Aydın? Sonra yağmaq, yağış verdin, çölə çıxmaq Go out. ən yaxşı, Best. arxasında. Behind. Okay, bəli, bu qədər. Müsahibə. Interview. Okay. Səkinə öyrənmisən? Okay, Səkinə de görün mənə. Bacarığı soruşma. Skill, o asandır, orada keçmişdik də. Tanış olmaq, görüşmək. Yağmaq, yağış. Rain. Okay. Rain'dir. Rain'in başqa, yox, daha doğrusu, necə deyərsən, yağış yağır. Yağış yağır. Bəli, Behind mənim arxadadır, yoxsa Mən arxasında? arxasında, arxada da olar, problem yoxdur. It is rain. It is raining də deyə bilərsən, it rains də deyə bilərsən də. Çünki orada üstəgəl rain olanda avtomatik it çevrilir, yağış mənasında tərcümə olunur. Aydındır? Məsələn, çölə baxırsan deyirsən ki, it is cold. Hava mənasında. It is 2 o'clock, saat 2-dir. Və beləsində tərcümələri var. Artıq ard-arda yağış yağır deyəndə sən rain demirsən. Aydındır? Deyirsən ki, it rains. Bu yağır, yəni yağış yağır mənasında. Çölə çıxmaq. Go out. Lahiyə. Project. Ən yaxşı. The best. Okay. Bilmirəm, xatırlayarsınız yoxsa yox. The best biz sifət yoxsa zərf? Sifət. Sifət. Bəs zərf ən yaxşı necədir? O yaxşıdır. Well. Vel yaxşıdır. Mən ən yaxşını soruşuram. Zərf kimi. Most. Olmadı. O əndir. Good. Olmadı. O yaxşı sifətdir. Abalar. Sadəcə best. Sadəcə demişdik ki, sifətin qarşısında z istifadə olunur, amma zərfin qarşısında z-dən istifadə etmirik. Aydın. Sonra heç vaxt arxasında Behind. gecikmək. Late. To be late. Cədvəl. Jadwal table. Yazmaq. Rain. Right. Right. Nə yazılır? Later. Yok. Right. Yanlış. Vrite, bəli. Müsahibə. Misafir. Şey. Interview. Böyük yaşlı. Young. O cavandır. Ha şey. Büyük yaşlı grand. Elderli. Old da vardı. Onlar da yaşlı mənasında gedir. Baba dedin. Arzulamaq. Dream. Başqa nə idi arzu? Bir yağmur dedi. Wish. Doğru. İyi. Sıxı. Əlbəttə. Elbette. Of course. Sonra qarşısına qalmaq. Behind. Yok. Dəqiqləşdirək. Karşısına kalmak. Şey. Take care of. Başqa nə idi yağmur dedi? Look after. Sonra son dərəcə. Çox. Olmaq, çevrilmək. Olmak, sevdirmek. Şey. Olmaq, big. Become. Aha. Kifayət qədər. Ben progressive nedir? Kifayət qədər. Enough. Progressiv. İki dənə məna. O bir indikidir, indiki davam edicidir də. Present continuous deyirdilər orada əvvəllər. Sonradan çevirdilər progressive. Bir də ki, progress inkişaf etmək. Burada məsələn aslında. Orada davam edicidir zamandır. Sonra de görün mənə imtahan. Yox, o düzdür, öyrənmək. Learn. Bacarıq. Sıfır. Cavan. Young. Enough sifətin harasında gəlirdi? Sonra əvvəl. Mesela. Enough. Sıfattan əvvəl.
Sonra. Yox. Sonra. Bu sifətdən əvvəl gəlir. Bəli, 7 qalanın hamısı sifətdən əvvəl bir də inaf idi ki, yəni kifayət qədər gözəl nətər deyərsən. Kifayət qədər gözəl. Aha. Gözəl, Ay naif. sağ ol. Naif. So, Nice. nice enough. Düzdür. Amma o birislərə deyəndə too nice falan deyirsən də, o birislərə deyəndə. Aydın. Onlar qabaqda gəlir, sonra sifətlər gəlir. Okay, görün mənə. Görüşmək. Mit. Tomla görüşmək necə oldu? Tom mit. Mit Tom. Mid-tom, sadəcə mid-tom və salam. Yağmaq, yağış. Rain. Bütün gün boyu. All day long. Layihə. Project. Çölə çıxmaq. Go out. Ən yaxşı. The best. Heç vaxt. Heç vaxt never. Arxasında. Behind. Between. Arxasında behind. Behind. Sonra stol. Cədvəl. Table. Gecikmiş, yuvanmış. Late. Bəli. Gecikmək isə to be late. Hamı diqqətlə qulaq asın. To be late. Məsələn, mən gecikdim də, yəni elə deyirsən, I'm sorry, I am late. Gecikmişəm. I am late. He is late. We are late. Sonra yazmaq. To be-nin yerinə. Əmzarı qoysan da. Sonra müsahibə. Müsahibə. Interview. Böyük yaşlı. Nə dedim? Böyük yaşlı. Eldə. Old da var da bilirsən. The old nədir bəs? Ən yaş. Olmadı. Yaşlı. Lar. Bəzi sifətlər var ki, qarşısına Z artıq artıq tutar. Blind. Blind demək istəyir. Sonra baba. Grandpa. Arzu, yuxu, arzulamaq. Dream League oynamısanız. Futbolda Məhəmməd gözlərinə şaş gəldi. İqradır da o. Orada Dream League var idi deyəsən. Dream League bir də soccer var idi orada. Soccer da Amerikan futbol, Amerikan dilində futbol deməkdir. Arzu dedim, əlbəttə. Of course. Qarşısına qalmaq. Take care. Həyata keçirmək. Həyata keçirmək. Yəni həyata keçirmək reallaşdırmaqdır da, düzdür? Reallaşdırırsansa realize edirsən, real sözündən. Həqiqətləşdirirsən də onu reallaşdırırsan, həyata keçirirsən. Kifayət qədər. Aha. Nə arsan ki? Qafiyə fikirləşsən. Meyxana deyirsən burada. Enough. Kifayət qədər enough. Enough. Cavan. Cavan, young. Kifayət qədər cavan. Young, enough. Sifətdən sonra gəlir də. Sonra dedin bəs. Və sonra deyirsən ağzında. Sifətdən sonra gəlir. Hə, sonra demədin, əvvəl Mən deyil. young, Aha. enough. Ay sağ Mən ol. də elə dedim də. Young enough dedim də. Enough. Elə dedin. Enough young dedin. Ha, young enough, düzdür. Young enough demişsənsə düzdür, enough young. Bəs çox cavan. Çox cavan. To da burada artıq. Hə, to Young. Buradan mı əvvəldə gəldi? To da sifətinə, orada 2 dənə o daha. Başqa nə var tərcümə? To. to a. Həmçinin. Olmadı, o bir dənə o hərfi olandı. Hə, to. 2 dənə o. Həmçinin və təsvirlə axırında işlənir. Okay. Adəs yaxşıdır. Deyirəm mənə, öyrənmək. Düzdür. Görüşmək, tanış olmaqdır. Görüşmək, tanış olmaq. Mitdir də. Nəsə yazılır? Başqa mit eşitmirsən, elə bir şey mit sənə tanış gəlmir, başqa bir mit, deyilişi mitdir, amma yazışında fərq olan bir mitimiz də var. Bəli, ət var idi, meat yazılır. Meal da var, yemək. Mit var, meat yazılır. O da ət deməkdir. Sakit. Oxucular eynidir, yazışlar fərqlidir. Aydın. Yağmaq. Rain. O bütün gün boyu. All day long. Çölə çıxmaq. Out. Go out. Ən yaxşı. The best. Aha, arxasında. Behind. Heç vaxt. Heç vaxt never. Gecikmə yuvanmaq.
Gecikmə L. Nə yazılır? Latte. Latte. Yazılır, deyilir late. Sonra cədvəl. T. Aha, yazmaq. Ram. Write, t. Nə yazılır? Write. Müsahibə. Interview. View. J hərfi demiş ki, yığdı da. Böyük yaşlı. Evdən. Baba. Arzu, yuxu, arzulamaq. Düzdür. Əlbəttə. Of course. Of course, qarşısına qalmaq. Qarşısına TK o. Aha. Sonra həyata keçirmək. Realize. Son dərəcə çox. Olmaq, çevrilmək. Şam. Nə yazılır? Hücum. M. Cavan. Young. Aha. Kifayət qədər cavan. Enough. Kifayət qədər cavan bəs. Hə, kifayət qədər cavan. Young enough. Çox cavan bəs. Çox cavan. Cavan young. Bax, çox. Too young. Tu young. Tu neçədən o var? Tu'da bir dənə də tu. Bax, doğrudan. Sən kitabında da səhv yazıblar, onu hər yerdə 2 dənə yazıblar. Hə? Sən də səhv yazıblar, onu 2 dənə olmalıdır əslində oradan. Bir dənə olan nədir bəs? Bir dənə tu. Bəli? Danışmırıq yerdən. A-dır o sənin dediyin. Deyirəm mənə. Cədvəl. Table. Düzdür, yazmaq. Yazmaq. Rhyme. Write. Right. Müsahibə. Müsahibə. Interview. Aysa, böyük yaşlı. Böyük yaşlı. Elderly. Baba. Baba grandpa. Arzu, arzulamaq. Dream. Qarşısına qalmaq. Qarşısına qalmaq. Go. Saçlar da. Go out. Yanlış deyirsən, o şöyle çıxmalıdır. Go out deyirsən. Qarşısına. K-yə off. Take. Care of. Əlbəttə. Əlbəttə. Of Of course. Həyatı keçirmək. Həyata keçirmək. Go. Həyata keçirmək. Bəlim onu rahat yadda saxlamağın realize-də, reallaşdırmaq sözündəndir. Çox son dərəcə. Çox son dərəcə. Become. Yanlış. Go. Go out da çölə çıxmaqdır. Go heç olmasa getmək mənasını yadda saxlaya bilərsən. Tu da. 2 dənə o yazılır. İndi bu dəqiqə soruşdum. Yaxşı. Çox cavan necə deyərsən? Çox cavan. Çox cavan. Aha. Tu. Aha. Cavan isə young. Young. Young deyildi. Youngdır. Tu young. Bəli. Kifayət qədərdir. Kifayət qədər. Enough. Aha. Young enough. Young enough. Young enough olur. Amma bursun dərdi, o bursu digər yerdə qalanlar hamısı sifətin əvvəlində işləməlidir. Görüşmək, tanış olmaq. Meet. Tomla görüşmək necə oldu? Tomla görüşmək. Nədir? Meet Tom və salam. Yağış yağmaq. Rain. Bütün gün boyu. All day long. Çölə çıxmaq. Çölə çıxmaq. Nədir? Go out. Allah aşkına gəldi nə bəs onu? Out çöldür də. Çölə çıxanda go out. Çölə çıxanda layihə. Project. Öyrənmək. Learn. O da learn. Madəyiz. Ən yaxşı. Deyəcəm. No. The best. The best. Heç vaxt. Never. Arxasında. Behind. Madəyiz. Gecikmək, gecikməmiş. Gecikmək. Late yazılır. Cədvəl. Tip. Madəyiz düzdür. Okey, əziz ağa müəllim, öyrənmisən? Sən öyrənmisən ağa. Amma Bir dəqiqə tripdən have a look. Səfər səyahətdə müəllim, baxın. sakit indi. Ört onu görüm necə öyrənmisən. Hara qədər? Səhər səhər. Bildir. Baxmağa qədər. Baxmağa qədər, ört onda. Deyirəm mənə biraz. Biraz trip.
Yox. Yəni ardıcıllığını Səhər öyrənmirsən. səhər. O səfərdir. Pirim. Aya. Yəni ardıcıllığını öyrənmirsən azağa. Ardıcıllığını öyrənmək deyil axı. Sadəcə əzbərçilikdir o. Sən o sözdə ardıcıllığına düş. Ardıcıllığına düşmür axı onlar. Əzbərləyəndə müvəqqəti yadında saxlayırdı, amma öyrənəndə daimidir. Yaxşı, deyirəm mənə, ev yoxdur. Səfər nə oldu? Trip. Görünmək. Look. Qoy ədatı. Qoy ədadı. Bəli. Qoy ədadı. Trip. O dedi. Qoy deyirik, qoy da deyil. Mən deyim. Let həmçinin başqa mənası nədir? Fiil kimi. İcazə ver. İcazə vermək. Keçmiş, ötən, keçən. Keçmiş, ötən, keçən. Bəli. D-la başlayır. Qulluqla. Long. Long uzundur, azağa. Keçmiş. Keçən deməkdir. Həmçinin keçmiş zaman göstəricidir. Gün, nə bilim, həftənin günləri falan. Last istifadə edib də. Last. Last fiil kimi nədir? Last. Davam etmək. Continue. Continue da. Davam etmək mənası da var da onlarda. Fərqli, müxtəlif. Divik. Different. Different. Çaşbaş qalmaq. Çaşbaş qalmaq. Çaşbaş qalmaq. Mən öyrənmirəm. Sən yadında qalıb o. Doğrudan nədir ki? Continue. Digərim. Confused. Az da. Confused. Var idi, yadım deyilmi? Yaxşı. Biraz nə oldu? Biraz. Necə? Biraz. Bəli. Last. Keçən deməkdir. Yanlış deyirsən. A little da şey. Yaxşı. Qorxmaq. Qorxmaq. Bəli. Qorxmaq söz. Bununla var. Hər nə ilə başlayır? Bununla başlamır. Be terrified demək. To-nun formasıdır o. Be terrified. Be terrified, to be terrified. To-nu yazmayıblar. To be mağmaq deməkdir. Olmaq. Olmaq. Yəni qorxmaq, yəni qorxmuş olmaq mənasında deyir ora. Terrified əslində sifətdir. Qarşısına to-nu qoyduqda fe'l əmələ gəlir. Yəni qorxmuş olmaq, qorxmaq mənasındadır. Terrified. Hiss etmək. Betrof. Hiss etmək. Hiss etmək. Fail. Aha, felt. Failed. Fil də var, felt də var. Yaxşı, təmiz, təravətli. Fresh. Hava. Hava və Vezə də var. Yaxşı, bəs o birisi nədir? 2 dənədir. Ayrı yazılır. Necə deyilir ona? Nə deyirlər ona? Ayrı yazılana. Sonra içərisində. İngilis nədir? Inside. Baxın. Yaxşı, bax nə idi? Traffic. Yox. Baxın. Dəqiq. Baxın və o özü də zaman göstəricisidir. Mən deyim. Tracker. Have a look. Hansı zaman göstəricisidir, Yaqub? Yaqub, siqnalizasiya getdi. Keçmiş zaman. Yox, müəllim, indiki zaman. İndiki nə? İndi İndi sonra zaman. Mən sizə bir şey davam edicidir. var. Feillər var idi orada. Ay, Hara gedir? Müəllim axıra gedib, buradan bu gedir. Şüşmədimi? Yox, müəllim, buradan başdan soruşdunuz bura qədər. Buradan da bilib. Soruşun da bir də oradan o izləyəcək. Hədəf. Hədəf travel. Travel. Target. Bitən qurtaran. Enjoy. Bax biz onu bizim dildə də istifadə olunur. End deyirlər. Bizim dildə yox, yəni çox yerdə görürük də onu. End film zad yazılanda end yazılır. İnci, bəli, ending. Ending mənim burada indiki Daviddir. Ayo, o orada sifətin şəkilçisidir. Saçdım iki səbəbi. Sonra vəziyyət. Situation deyirlər. Və sonra səbəb olmaq çünki. Kaos. His. Necə? His. Bəlar, bax, bəlar demişdin onu. Prosta sadəcə axırında ing ismi, hə? Feeling. Ing burada isimcəldən şəkildir. Feildən əmələ gətirdi isim. Mənim indi nə çox Ceyrunda şəkilçisi də var, damicdə də var, sifətdə də var, isimdə də var, sözün özündə də olur, tərkibində. Partisiplə də var. It is, bir də it virgül s.
Onların fərqi nədir? It ayrı izlə, it apostrofsu eyni şeydir. Prosta İt cümlənin əvvəlində işlənir. Apostrof es. İkisi də eyni şeydir. Prosta qısaldıblar da izi orada. Apostrof edib, izi siliblər, apostrof gətiriblər ora. Yaxşı keçək. Əzdə öyrənmə deyil də, nə bilim, valla. Gedirsən belənsinə, Allah üçün. Qaydan bizim Gerum nədir mənim gerum? Kesəcəyim onlara şey deyil. Deməli, keçək onu yekunlaşdırası sözlər axıra qədər. Deməli, orada biz qrammatika keçəndə, qrammatikada belə narahat eləmirəm Firavansa. Səhvəmiz neçədir qrammatikada? 128. Deməli, deyir ki, biz şey keçdik də, keçmiş davam edicini keçdik, düzdür? Keçmiş davam edici düzəlmə qaydası necə olurdu, Səkinə? Keçmiş davam edicinin düzəlmə qaydası. Sən də dedin də. Was gəlir, was were gəlir. Daha sonra isə feilin sonuna ayıncı artırmaqla düzəlir. Düzdürmü? Məsəl üçün, mən gedirdim, mən nə bilim oxuyurdum və s. Tərcüməsi də olurdu. Olur belə. Irdı, irdi, urdu da. Yəni ırdı, irdi, urdu, ürdü. Oxuyurdum, gəlirdim, gedirdim, nə bilim yazırdım və s. Beləncə tərcümə olunur. Və məsəl üçün, bir deyək ki, oxuyurdum. Olacaq onda. Ayla istifadə olunur. Was qaldı axı. So writing. Reading, writing və s. Və demişsiniz ki, və nədir, keçmiş saat gələnlər. Hələ beni keçməmişik. Yox, gələ bilər, niyə gəlmiş? Verindən sonra bütün zamanlar gələ bilər. Bir dənə while ki, özündən sonra adətən davam edici istəyir. While'ın həmişə sağında keçmiş davam edir. Eləncə yadda saxlayın. İndiki davam edici də ola bilər. İndi kitabda belə veriblər də, sizdə beləcə yadda saxlayın hələlik. Deməli, oldu, davam edicini, məsəl üçün, baxın, now var idi, Ayaz. Now var idi, yadındadır, now-nu, ovu yazılırdı, still, at the moment, at the present, at the moment. Məsələn, Ayaz, bunlar hansı zaman göstəriciləri idi? Ayaz. Mən deyim. Hə? Firavan deyəcək. Keçmişdə Nə? İndiki sadə. Davam edici, bəli, Səkinə davam edicidir. Ay bala, now deyirəm ağzımda, indi deyirəm. Necə keçmiş deyə bilərsən ki sən ona? Və yaxud da at the moment. Onu şeydə yazılmışdım, Yağmur. Məktəbdə də keçmişdim. Məktəbdə orada keçmişik. Yox, sən at the moment yazılmışam, at the present yazılmışam. Burada da keçmişik, amma Firavan... Bir dənə keçmiş sözünü çaşdım, indiki sözünü çaşdım, keçmişdir. Çaşmadığını bilmirdim. Yaxşı, o necə düzəlir, Yusuf? İndiki davam edici necə düzəlir? Mən incidən düzəlir. Sağ ol. İngilizcə. O indiki davam edicidir. Amma əmzarı biz çevirsək was verə, olacaq hansı zaman keçmiş davam edici olacaq. Düzdür? Mən dediniz ki, adı nə etdi? Bir şil, bir də şil bir üstə incələr. O gələcək davam edici yoxdur. Və birdən üstünə incələr olunca şil də gəlmiyor. O gələcək davam. Yox, o gələcək davam edicidə bir şey yoxdur. Gələcək davam. Davam edici 2 dənədir. Keçmişlə. Bəs gələcəkdə nə olur? Gələcək davam edici necə ola bilər ki? Amerika keçmiş. Nədir, virüsdə Yox, elə şey olmur. Virüsün şeyin özü olur. Sadəcə. Məmməd, bu deməli, while-dan sonra while-ın hər iki tərəfi də, yəni həm özündən sonra, həm əvvəl hansı zamanlar gəlir? Vihil yazılır, while. Onun tərcüməsi arkan ərkəndir. Özündən sonra gələn feilin sonuna artırılır. Məsələn, while I was driving a car. Gəlin tərcümə elə. While I was Mən maşın sürərkən. can. While, bax orada. Arkan, ferin Arkan ərkəndə sürərkən. When yazılır. When-də isə anda əndə olur. Mən maşın sürəndə. Sürəndə, sürərkən. Əslində tam olaraq mənaları eynidir. Sən sürərkən, mən sürəndə və yaxud eyni şeydir tərcüməsi. Say görünmək mənim üçün keçmiş davam edici zaman göstəricilərsə Məhəmməd. Yəni cümlədə nələr olanda biz deyirik, bu var burada, biz bunu keçmiş davam. Yox, zaman göstərir, cəlmə qaydasıdır. Was, were, ing. Mənim burada əl var, gün boyu. Burada var. Yox, mən şey lazımdır. Nə? Bildiyimiz book var idi.
O inki davam edicinin. Müəllim at Deyil o. From till. Bunlar təkrar. Bunlar əzbərlə. all day long. Aha. All day. All day long. Soruşmuşdunuz ama. All day. Məhəmməd nə sormuşdu? Məhəmməd yəni sağ olsun bilmir də. Ben söyledim. Ben deyim. Ben sayayım. Ben sayayım. Merkezine ben sayayım. Bilmirəm, all day long. Sayımız yox. Ayda başqa da başqa. Sonra from to, from at Sayayım sen. Yalandan. 2 yox. 2 yox. Sayayım sen. O'clock. Yesterday demək ki. Yesterday'nin qarşısında ümumiyyətlə mənim qulaq asın. Keçmiş sadə zamanlar var. Last Friday'dir, last day'dir, nə bilim, last week'dir, monster. Bunların yesterday'dir, the day before yesterday'dir. Yəni keçmiş zaman, bunlar keçmiş sadəyə aiddir. O keçmiş sadənin qarşısına at that time, at 2 o'clock, all day falan bunları artırmaqla əmələ gətiririk davam ediciləri. Keçmiş davam edicini əmələ gətiririk. Nə əmələ gətirdik Yaqub? Keçmiş də Yəni nə bildim ya onda. Sadece uşaqlığımda da vardı. I'm my childhood. No, mən nə dedim Yaqub axırıncı cümləm nə oldu mənim? Keçmiş dedim elə 3 saatdır. Keçmiş sadəcə davam etsin. Elə 3 saatda o deyirəm mən. Bəli. Deyirəm ki, ay bala diqqətli ol da. Deyirəm ki, keçmiş sadə zamanın göstəriciləri var ha. Last Monday'dir, nə bilim, yesterday'dir. From to. Bunların qarşısına at that time yazanda, sağ ol. Belə kitabı toxunmaq olmaz da, özün bilirsən ki, kitab təhlükəlidir. Yaqub, dedik ki, onların qarşısına last idi, sonra yesterday idi, the day before yesterday idi. Bunların qarşısına at that time yazanda, sonra at 2 o'clock yazanda, all day yazanda, bunları yazanda əmələ gəlir keçmiş davam edici. Yəni keçmiş sadənin qarşısına bu sözləri artırdığımızda, whole day falan artırdığımızda əmələ gəlir keçmiş davam edici. Aydın. Say bilərsən onları göstəriciləri. Hansı göstəriciləri was. Was və üstə gəlsin feilin üstünə ing-in. O cəmə qaydasıdır. Bəs biz cümlələri nə görəndə biz indi dedim ki, biz onu keçmiş davam edici götürəcəyik. Bax çərçivənin içində var. Mən deyim. Əzbərəmsən? At two o'clock yesterday. Sonra at 2 o'clock. Sakit. At that from late. Sonra at bir dəqiqə all day long. All day long. Kitabdan baxdınız. Yaxşı. All day və s. Bunlar idi ki, bu zaman göstəricilərində biz keçmiş davam edicilər. İndi while-dan sonra kim deyər? While-dan sonra sağ və sol hansı zamanlar gəlir? Mənim sonrası. Bir. Sonrası indiki davam edici. Yox, keçmiş davam edici gəlməlidir. Əvvəli isə həm indiki keçmiş davam edici, həm də keçmiş sadə. Malades, ayala. Bəs when haqqında? Heç kim bilmirəm. Keçmiş sadə. Keçmiş davam edici. İkisi də ola bilər. Yəni when-dən sonra Keçmiş davam edici gəldi benden sonra. Ondan sonra keçmiş sadə. keçmiş davam edici də gələ bilər, keçmiş sadə də gələ. İkisi də gələ bilər when-dən sonra. Düzdürmü? Yəni davam edicisi belə yazıcı saxlayın da. When-də problem yoxdur. Ortada işlənə bilər. Əvvəldə. When-də problem yoxdur. When-də istəsəz özündən sonra, when-də istəsəz özündən sonra davam edici də gətirə bilərsiniz. Sadə də gətirə bilərsiniz. Keçmiş sadə. Yox, bitmiş gələcək olmaz. Benden sonra istəsə ikisi də sadə ola bilər. When-dən sonra yəni həm əvvəlində, həm sonrasında sadələr, davam edicilər. Cümlə budaqdır. Okay, keçək testlərə. Asıl testləri, görək testlərdən nə başa düşmüsünüz? Mən 26 dənə yazmışam. Demişdiniz yazmaq. Bax, yazmayıb. Firavan yazmayıb. Sağ olsun Firavan. Müəllim, başa düşmədiklərim var idi. Mən bunu yazmışam. Mən bunu yazmışam. Malades. Hani burada bu. Ay sağ ol. Malades. Yazmışam. 26 nə oldu? 139'a Necə? kadar Bilirsən, gərək yazasan. Bu nədir? Başa düşmədim. Ayaz. Ayaz yazmayıb. Firavan yazmayıb. Ben yazmayanlar da. Məhəmməd yazmayıb. Yaqub yazmayıb. Azğa yazmayıb. Ben yazmayanlar birinci müəllim. Asaddır bula. Mən birim də başlayım. İndi birincisindən başlayım. Niyə əsəbləşsən ki? Niyə? Hani neçədən istəyirsiniz də başlayın. Hara gedələmişdik burada? 15 dənəyə qədər.
15-ci çalışma eləməliyəm. Anne 15'i verir. Eləmişik də deyirəm. Mən 190 qalmışıq. səhifə 190. Ayaz eləmişdi. Hə, bunu eləmişdi. Ben 18 eləyər. Başlayaq buradan. 15-də qalmışıq, hələ eləməmişik. 15 elə. 15. Bax. Bəli, 15-ə. Amid çay yaxşı da. Hə. Bir dəqiqə. Sakit ol da. Ha. Kok. Aha. Burada 3 dənə söz arda-arda verilib. İndi biri bu sual cümləsi deyil, düzdür. Sual cümləsi olmadığına görə birinci gələcək mübtəda. Burada mübtəda elə idi. İndi biz səndən şərtli görə nə istədik ki, past continuous-da yaz. Düzdürmü? Past continuous-da yaz. Bu isə demək keçmiş davam edici deməkdir. Keçmiş davam edici isə cəmə qaydası necə oldu keçmiş davam edicinin? Əvvəlində də was var olsun da. İndi birinci he gələcək, He düzdür? cooked in fish. Bir dəqiqə diyordu. Yaxşı, əzələ. He was. Ay, sağ He ol. was ink. Kukun axırına ink, sonra fish. Fish. Hə. İkinci nə elə? Hə, bir dəqiqə, hə. A. Birinci ay mübtəda kimi olacaq. Aha. Sonra work in. Bax, aynen bu hansı nəsə qaldı? Was qaldı. Was qaldı. Aynen. Was, work in, in the grand garden. garden. İndi bax mən cümlə Boz qabıq. aysa bax cümlənin axırını görsən. Cümlə axırında sual var. Ona birinci versin. Sual varsa bəli, was keçir aydan qabağa. Was I working in the garden? Mən bağda işləyirdim. İndi bax üçüncüdə də eyni qayda ilə. Elə. Hə, burada olacaq you was Danışma, bir dəqiqə deyəm. You were make İng different. dinə. Dinə. İndi sualdır da bu da düzdür. Sual olduğuna görə o burada dediyin were var ha. Hara keçir? Cümlənin əvvəlində nə olacaq onda? Orada olacaq Aha. were you making İng bəli. different. Dinədir o. Mən də hazırlayacağım. Durdum. Yox, mən gələcək deyil də. Niyə ay bala keçmiş davam edicidən danışırıq. Nə gələcək? Dördü də. Dördüncü Aha. they were studying all day. Burada sual Sual deyilsə, olduğu kimi qalacaq. Olduğu kimi qalacaq. Sonra beşinci they bir de they were Aha, they zeyvə. were not Aha. in dal. Tolku artırsan onu. Tolkun axırına. Talking. Düz deyir. Talking. Ay mənim sualdır. 5-dən danışırıq. Hansı sual? Davam edə 6. Neyse, ha altı ne? Altıncı you was you Yunan was və. you were she Sleep. sleep Aha. in the office. Burada sual olduğuna göre. Sual yoxdur. Hansı cümlə axı sual var? Ay, Olacaq ki, düz dedin. You were sleeping in the office. Tərcümə belə olacaq. Sən ofisdə yatırdın. Sleep yatmaq deməkdir. Yatırdın. 8 oxu. 7 oxu. Yaqub. Mən 9-a 9 olsunlardan 8-ə. Mənim oxuyum da, mənim ona 6 üstünə oxu. 7 mənim. 12 dənədir ya. Were they taking the action? Bir dənə baxım 7-də. Z sonra Were... 12 Ben sual var mı? sual varsa nəyə görə Z deyirsən birinci? Ama ben were dedim ben. Hə, onda were Were they taking the exam? İqzam bəli tərcümə olacaq. Onlar imtahan verirdilər. Tam verirdim. Aha. Was she playing cards? Gələn dəfə gətirək onu. Sonra necə? 8. Was she Aysa. was she playing cards? Belə olacaq. Bu nə olacaq tərcüməsi? O Kart. kart ne mi? Kart. Kart değil, Ergen. O kart oynayırdı. Üldüz, Onlar kartlar oynayırdı. Sonra Sonra I was crying not. yox, not crying. Aydan sonra nə dedin? I was Aha. not crying. Aha. Sonra Mən ağlamırdım. ben ağlamırdım. 10. Sonra you was not feeling well. Elədim. Sen You were not feeling well. Sən yaxşı yaxşı hiss edirdin. Mirdin. Özünü hiss edirdin. mirdin. Hiss etmirdin. You were not reading a book. Sonra sen Məhəmməd, niyə baxmırsan kitaba? Danışma yerdən. Neçəncədədir? Danışma yerdən. 11-cidə.
Sən kitab oxumurdun. Sual vermir. Yox, oxuyurdun. Oxumurdun. Oxumurdun. Vəssalam. Yox. Was is snowing? Aha. Sonra was is snowing. Nə olacaq tərcümə? Third snow. Snow qardır. Qar Ha. yağır. Qar yağır. Qar yağırdı. Məhəmməd davam elə. It's small. Onun üçün oxudu da, onu çox eşitdi. 13'te. Baxmırıq ona görə. Müəllim onu çox eşitdi. Sakit ya. Onun üçün oxudu. It's not snow. Hə, indi itdən sonra budur. Keçmişdi. İtdən sonra ümumiyyətlə ən izar hansı gəlir? Was, it, İz gəlir də normal olaraq, düzdür? Amma izin də keçmişi nədir? Was deyil, Gülay. O itdən sonra nə gələcək? Was, It was not not, snow'un daxılına in son qoyursan. It was raining at Lunchtime. Bir də dəqiqə başlamadım. It was, It düzdür. was raining Ay, sağ ol. at lunchtime. Tərcüməsi olur ki, yağırdı. Yemək vaxtı yağış yağırdı. Sonra 15. I was not exercise. exercising Aha. enough. Enough. Burada 16. I was talking Aha. too much. İndi mənim sualdır da, düzdür? Sual cümlələrində nə olurdu? Was qabıla keçirdim. Aha. Was I talking too much? Mən çox danışırdım, sonra Sonra 17. I not was qaldı. I was not staying in a Hotel. hotel. 18. I was not sleeping Midnight, gecə yarısı. Mən deyir ki, gecə yarısı yatmırdım. Okay, sonra Were you sleep when I got home? Götür baxayım. baxın. 12 dənə. alt oxumalı. Alt oxu. Burada mənim birinci word gələcək. Were you sleeping when I got home? Tərcümə. Sən Evə gedir. Sən Nəfər? evə- Yox, sən sleeping. yatmaq. Yatırdın. Bu da 12-də. Mən Mən bunu Evə- evə gedəndə çatanda. Müəllim, bunlar o kimdə? 13, 17 nə eləyir? Var. O da 17 şeylə 12 idi də. 17 ilə 10 ili Yox, kopyası. davam elə 16 ilə davam elə. Vaxtımız çoxdur onsuz da. hə. Burada olacaq was. Yox, burada sadəcə. He was not watching a film at 2 p.m. yesterday. O Filmə baxın. filmə baxmırdı. Aha. Dünən Dünən saat 2-də. Aha. I was doing my homework at that time yesterday. Mən ev işini edirdim. Dünən Bu vaxtda. Bəli. You were shopping when I called you. Sən alışveriş edəndə Mən sən gedəndə sən alışveriş edirdin. və özünə sonraki gələn cümləni İlk mən burada davam She edəcək. was eating. davam etdim mənim o mənası nə idi? She was Urdu, eating urdu. Irdı. Dinner when we arrived. Biz çatanda Aha. O o yemək yeyirdi. Yeyirdi. He was living in Tokyo. Sual olduğuna görə. Was he living in Tokyo at that time? O Tokyo'da Yaşayırdı o vaxtı. yaşayır. Burada zət time olmalıydı, yazmayın buraya yəqin. Ölməli. Aha. Bize was driving. Yok sual demedi. Aha. Was they driving? Vozla şey olur ay qız. Very. Zeybo. Bu ö. Was they driving? Drinking. Drinking coffee in Arbe. Arrive çatmaq deməkdir.
İndi when tərcüməsi when cümlə ortasına gələndə, ümumiyyətlə bağlayıcı olanda tərcüməsi anda, əndədir və özündən sonra gələn feilin sonuna artırılır. Özündən sonra gələn feil hansıdır? Burada when-dən sonra gələn feil. When-dən sonra gələn feil hansıdır? Arrive. When-dən sonra gələn deyirəm. Ay sağ ol. Çatmaqdırsa, onun axırına anda oturur, çatanda. Kim çatanda? You. Onlar çatan You. Sən çatanda they. Onlar neyini içirdilər? 8. Ve sual deyil, axı nəyə görə vö'nü gətirsin birincilə? We, aha. Talking. Hadisə. Happen nədir? Happen. Baş vermək. Deməkdən. Nətə tərcümə eləyərsən bunu? When the accident happened. Biz Neyini yirdik? Danışırdıq. danışırıq. Nə vaxt danışırdıq? When the accident happened. Hadisə Verəndə, baş verəndə də qız. Deməli, deyək happen baş verməkdir. Baş vermənin axırına anda qoyursan. Olur baş verəndə. Aydın. Sonra I I was going to school when you saw me. İndi mən neyini yirdim? Mən Dim gedirdim məktəbə. When you saw me. So nədir burada? Saw. See, saw, seen. Gördüm. Görmək, danışmayalım. Görmək şeydir. Gördü yəni daha doğrusu. Görmək when-dən sonra gələn fiildir. Düzdür? Nətər deyərsən ki, when you saw me, when you saw me. Sən mən görəndə mən Yağmuriyədən danışma da. Necə bir də de? Mən məktəbə gedirdim. Sən məni gördün. Gör əndə. Sən məni görən. O feillərin axırına anda əndə qoy günə. 10. Sağ görməkdir. Ha, gördü keçmiş zamandadır. Mən ven işlənirdi şimdi. Ha? Ven. Ven nədir ki? Ya V. voz qoyacaqsan ya da v qoyacaqsan da. İkisindən birini qoyacaqsan. V qoyacaqsan da bura. Bərəkallah. Ayrı şeydən sonra iz gəlmir. İzin keçmişi nədir? Vozdur da. Nə biləm V-dən deyir. Mən də elə bildim beni deyir. She was working when I Called him. İndi she was working qalsın bir kənara. When I called-u tərcümə elə. Call burada çağırmaq, zəng etmək, bəli, 3 dənə tərcüməsi var. Deyir O irdi. işləyirdi. When I called. Mən Called. Danışanda. Mən zəng eləyir. Mən zəng edəndə. Ay danışma. Məndən danış. Ay bala, ay məndir, call-da zəng etməkdir. Mən zəng edəndə olur da. Deməli, Mən zəng edəndə danışırım. Bax, mən ay bilirsən orada mən deməkdir. Call da bilirsən zəng etmək deməkdir. Mənə zəng edəndə danış. Mənə deyirəm, mən deyirəm. Mən zəng edəndə, mənə zəng edəndə yox. Mən zəng edəndə o işləyirdi. 11 elə. We were nothing. Not Living when you called. Danışma yağmur yerdən. When you called. Mən yağmıram, mən. Əvvəlcədən deyirəm ki, yəni danışmasın da. When you called. İndi bu when you called nəsə tərcümə eləyəcək. When-i bilirsən, you-nu bilirsən, called-u bilirsən. Sən zəng edəndə. Allah'a şükür. Sən zəng edəndə we not walking. Biz İş live. Getmirdik. Tərk etmirdi, yaxşı. Sonra 12. We were making too much noise. Burada sualına görə verb birinci gəlir. Were we Və belə demişəm ki, əgər feilin sonu e ilə qutarırsa, ona ing artırdıqda e hərfi ixtisara düşür. Y hərfidirsə y, i-yə çevrilir və s. Amma düşür onda burada. Hə. Neyniyir? Biz neyniyirdik? Biz Çox noise. Zəng, mən səsləməm, Səs Biz çox səs eləyirdik. Sonra Qalsı da düşür müəllim. qarışdı başım mənim. 18.
Ama 17 de Hasan deyildi be. Ya, 18. Nə çatmır ki? Orada mən Yaxşı. boz qoyacaq. 17-də elə sən görüm 17-də Firavun. 17-də görə nə var, nə yox. Hə, bu sual cümlələri və sualdan sonra bilirik ki, suallıq bildirən sözlərdən sonra was were gələcək, sonra mübtəda, sonradakı feilin sonunda ing. Birinci nə gələcək? What zaten gəlir. Hamısında birinci burada what. Was you What Sonra do köməkçidir də, köməkçi gəlməlidir. what was Was indi you'ya görə was olur. were What were what were you you doing? doing? Nə oldu cümlə? Abla, sual cümləsi deyil. Burada you cümlənin mübtədasıdır. Sual cümlələrində was were nə edir? Mübtədadan əvvəl mübtədən əvvəlinə bu şey burada indi what'dur və ya why bunlar gəlirsə, bunu görməzdən görürsən də. Yəni görmürsən bunları. Aydındır? Görməzdən gəlirsən. Sonra was were gəlir, sonra you, sonra da feilin sonunda ing. Təzədən də görüm. What were You. doing? So, sən nə edirdin? Why? Why Aha. were Və she var. Aha. why was she running? Aha. O niyə O niyə qaçırdı? qaçırdı? Qaçırdı. Where was it raining? Sonra tərcümə edin. Niyə hara yağırdı? Ailədə Hara 4. yağırdı? Why were you cry? O İnci. niyə crying? O niyə ağlayırdı? Ha. You sən niyə Sən ağladın? niyə ağlayırdın? How they feel? Yaddan çıxdı nəsə why-dan sonra. How how were they feeling? Bəli, onlar necə? Necə hiss edirdin? Ay sağ ol, 6 oxu. Mən oxuyum. Ay oxu. Hamısını. Bəli, bəli. Müəllim 13 6 bu 6 olur. Altıdakı birinin sözü necə? Və ya was he staying? ing bəli malades. When was he Ing. working there? Aha. Nə vaxt sən işləyirdin orada? What were you doing at that time? Doing. Hələ doing de mən nə dedim? Və ya Where you going when I met you? Why? ay bala, verə deyir, o v-ö. V deməkdir. W-E-R-E yazılır. Was were var ha. İndi nətər 9 tərcümə eləyərsən? 9'u Ha. Mən were Və deməli. were tələffüz eləyir. Tərcümə. yazmam istəyirəm. Bildim 18 oxuydu. Deyirəm 6-sını boğazını, 6-sını bu. Ha. Abi nətər tərcümə eləyə bilərsən onu? 19. Where Tərcümə deyirəm, ha. 9 oxuyur. sen Nəyə edirdin? Və. ve hara gedirdin? When I met. Mən Sen səni sen gözləyəndə, met bu inkisi. görüşəndə, Ha. Mən səni görəndə, Yazılır. səninlə görüşəndə deyirəm. Bunların arxasında indi. Burada 21. sualın 10-cusuna baxın. Neçənci sualın sən? 21. sualın 10-cusuna baxın. Yo, orada müəllim yazanda mən buradan sonra bilmədim hansı sözü görə mən. Mən was cooking. Mən was cooking. Bu was cutting edəcək. Ağızları kim kəsirdi? Burada cümlə mübtədası yoxdur. Burada cümlə mübtədası sadəcə hudur. Cümlə mübtədası o. Hudakı biz demişik ki, onu nə gözü ilə görürdük hunu? He, she, it. O he-dən sonra was gəlir. Söz çıxa bilərəm. Get tez gəl. Ha, oxu. Mən çıxa bilərəm. Niyə? Tez gəl. All night. Bir də de. Why Ha. was he studying İnci studying all night. Niyə görə o
Niyə görə o öyrən Oxuyurdu. All night. Nədir bəs all night? bütün gecə. Bütün gecə. 18. Az. Dibara neyirsən? Deməli, yəni də keçmiş davam edici feillərin sonuna ayıncını artırırsan, qabağına da was-dan, were-dən birini qoyursan. Bu da olur past continuous. Yazmaq When istəyirəm. I Açatdır. nədir bu? Opened my friends. Fon zəng edəndə Friends said var. Burada I var. Ona görə very. nə var burada? Ver. I. Ay nədir ki, hanı ay? When. Sən orada was were-ni, bax buradakı sən ikincini oxuyursan, birincini oxumursan burada. Z-yi görürsən burada. Z-yə görə Z-dən sonra gələcək. Were, bunun da axırına ing. Were playing Football. İndi bax tərcümə elə. deyir ki mən zəng edirdim. Edəndə Mən zəng edəndə kimə? Larıma. dostlarıma futbol Oynayırdılar. Onlar futbol oynayırdı. Yesterday at Aydan sonra nə gələcək? aydan sonra very. Verni niyə gəlir ki? Were gəlmir də, was gəlirdi. Was Par prepared ingi in dinə. dinner. Yesterday. Dünən Neçədə? 6-da mən bir hazırlamaq hazırlayırdım drink. demək. Hə, demək. Yemək hazırlayırdım. Sonra It explain Məhəmməd o da kamera ekranda. Viva, deməli kids, bəli, cəmdətdə kids nədir bilirsən? Uşaqlar. Uşaqlar cəmdədir. Cəmdə olduğuna görə özünə görə gələcək. Sonra playing daxilına. Uşaqlar nə edirdilər? Playing. Uşaqlar Oynayırdılar. Harda? In the garden. Bağçada. When it suddenly began to rain. Yağış. Yağanda. Yağış. Bəli. When-dən sonra gələn feilə aid edirsən də. Aydın. 4. Aydan sonra neçə yaddan çıxdı qaldı? Was. Sonra ingi. Project in. Bax bunun axırında e var, sözün axırında, mötərizənin içindəki sözün axırında e var. Demişik ki, sonu e ilə qurtaranda ingi yazırsansa e nə edir? Düşür. Və yaxud sonu y ilə qurtaranda ingi yazırsansa y nə edir? i olur. O da studying olur. i hərfi. Y-lar i-yə çevrilir, e-lər düşür. Aha, davam edə. Mən nə edirdim? Practicing guitar. Guitar nədir? Guitar. Kitab oxuyurdu. Guitar. Gitara. Practice nədir? Practice bilirsən? Çalmaq. Praktik etmək. Praktik edirsən ev. When he came home. Öz When he o Gəlir. came. gəlir ev. Gələndə. Burada gəlməyin axırına əndə qoyursan da, Gələndə ev. evə gələndə mən praktik edirdim. 5. Very. Sonra No. not Cycling. cycling. All time. Hadi biz indi sözlər keçirməm soruşsa. Bura nə bəxsə düşünüyə? O sözlər də yenisi. Niyə düşür? Hədə. Ha, əlbəttə. Biz bütün gün xizək sürürdük. Mən xizək söylüyorsun. Sonra 6. Alon. Fork. Ben burada Biz while alan. Burada alan adam adıdır. onda Alandan sonra nə gələcək? alondan sonra ben Was. Sonra King in in his his room, room. His friends, Swim. was Were swimming. in the pool. Cümlənin aşağıda da var da elə bilmək. İndi while nədir? While amma arkan ərkən deməkdir. Özündən sonra gələn fiilin sonunu artırılır. Özündən gələn sonra fiil hansıdır orada? While'dan sonra gələn fiil hansıdır? Vay. While hanı orada? While. Bu da while. V ilə yazılır. Bir də bu. Bundan sonra gələn fiil hansıdır? Alan fiil deyil. Work. Work nədir? İşləmək. Düzdürmü? Allah feil deyil.
Sakitdə. Qurtardın 6-cı ilə. Ay, 6-cı dövr idi mən deyim. sakitdir. Həmin də oxuyur. İşləməkdir də. Demək, işləmək feilinin axırına arkan qoyunu nə əmələ gəlir? İşləyərkən. İşləyərkən. Alan işləyərkən harda? In his room. Otağında işləyərkən dostlar nə edirdi? Yüzürdü. Üzürdü. Azərbaycan oldu. Orada adını sözlədim mən. Pool, hovuzlar, swimming pool. I tried to tell them tried but they just Yenə nə işlənir? were not listening. Malades. Deməli, mən tried çalışdım. çalışdım. Tell. Dəstək Deyim. deyim. Zem. Onlara. Onlara Nə deyim? almaq. Trus. Rus. Həqiqəti demək istədim. Acı deyilmədilər. Ancaq Deyilmədilər. elə şey var orada. Dinləmə. Dinləmək. Hə, dinləyə bilmədi. Zeynədir bəs. Onlar dinləyə bilmədi. Dinləmədi. Dinləmədi. Sonra. Zət Aya, vot. Havot Yudan Yuve yo. Vöy sualda axı bu. Yoxsa cümlə haqqında sual var. Votdan sonra gələcək. Aha. Ing. At set time yesterday. Oradakı at set time yesterday nə deməkdir? Yesterday. At set time yesterday. Dünən Gecin tərcümə edin. Sən dünən At set time nədir bəs? At set o time. vaxt. O vaxt. Dünən o vaxtı. Dünən o vaxtı. Dünən o vaxtı sən what were you doing? Doing. Do. Do. Acıqdı o. Do. Edirdin. Edəcəksən nədir? Edirdin. Bəli. Most of the time we were sitting. Burada sit olacaq. Ay, savmadınız. In the park. Most o vaxtı. Çoxu. Nəyin çoxu? Time. Time o vaxt. Vaxtı. Vaxtı. İzzət time deyil axı. Sadəcə bax. Park. Vaxtın çoxun parkda Biz sit. otururduq. Bəli. Çox vaxt parkda otururduq. I was listening to the radio while my sister was watching TV. Aha. Mən Listen, ay bala, listen. dinləyəndə Andəndə yox, dinləyirdim. dinləyirdim. Nə idi? Radio. Qulaq asırdım. Mənim bacım. Mən qulaq asırdım radioya. Bu cümlə qutardı. İndi ikinci cümləmiz olur ki, while. While arkan ərkəndir. Mənim bacım Watching. İzləyərkən televizorda. Televizor izləyərkən mən nə edirdim? Bax, Radio qulaq asırdım. radio qulaq asırdım. Then I arrived Şeydən var. demədə. They were playing cards. O Ay bala, arrive gəlib çatmalıdır. Arvad da öyle o. Arrive. Çatmaq. İndi ay, burada ve nədir? Anda, əndədir. Özündən sonra gələn fiilin axırına anda qoysun. Onlar nə edirdilər? oynayırdı. Kart oynuyor. Oynayırdı. Kart, bəli. Sonra. Kart oynayırdı. Bəli. Sonra. Aha. İyi olur burada. İyi. English yesterday at 4 4 p.m. p.m. İndi biz nə edirdik? Study. Oxuyurduq. Biz oxuyarkən Arkan yoxdur, qabağında while oxuyardıq. Biz oxuyardıq ingilis dilini dünən saat 4-də. Oxuyurduq.
Oxuyurduq saat 4-də. Bəli. Dərs saat 4. Bəli. Hesab Nə dərslər? Mənim ders keçəyim. Mənim dərs keçəcəm, mən də. Saat 11-dir. Ay, mənim dərs keçəcəm, mən də. Nə dərslər davam elə. Dərs keçəcəm. Keçəcəkdə. Ha. Keçmişik də, dərsi bunu keçməyək. Bəli, bəli, bu kəsmir. İnteraktiv səhvəsi, saat nələr, ümumi. Yaxşı. 19 eləyir. 29. Hə, 19 may muzey. Mağazadır ay bala. Mən tez verdik qaydaya. Voz. Aha, malades. Təkdə olduğuna görə. Vert. İnci. Alvobi. Novel. Novel roman demək. Hə. İndi ikinci. May mağaza nə deməkdir may mağaza? Mənim atam. Ay, çəsvə. Nə deyirsən evdə? Nədir may mağaza? Bəli. May mağaza nədir? Mənim mamam reading. Nə edirdi? Was read. Voz yazır. Oxuyurdu. Oxuyurdu. Riyaddır. Nə oxuyurdu? Novel. Roman Roman. oxuyurdu. Yəni ikinci my friend Fazla. ay Allah'ım mazə fazla. My father Fazla very was. Yəni də was. was watching iMovie. Bəli. Hə. Mənim Saat 11. Mənim fazla atam atam nə edirdi? watch izləyirdi. Nə izlə? Movie, kino. Kino. Bəli. Hə. Sonra. Şimdi my elder sister was very in Writing yazırdı. writing Bir geçib dərs keçməyənə qədər. Dairə göndərilmə. Mənim elderis Böyük. Burada böyük mən olasın. Elder'in normal olaraq tərcüməsi nə idi elder? Yaşlı da, düzdürmü? İndi mənim yaşlı bacım yox. Məndən yaşlı bacıma biz nə deyirik? Böyük bacı deyirik. Aydın. Amma yanğı olsaydı cavan bacım yox, balaca bacım deyəcəyik. Aydın. hə mənim böyük bacım. Bəli, mənim böyük bacım gündəlik Mənim böyük bacım birthday yazırdı. In her Gündəliyinə. gündəlik. Yəni gündəliyin yazırdı sonra. Hə, sonra dördüncü. My two brothers was Yox, bax mən var. were Brothers təbii cəmdə axı. Aha. listening da. Listening to the radio. Deyir ki, mənim Tu neçə? Tu. 2 2. Hə. Mənim 2. Brother qardaşım. 2 də əzəqa 2. Hə də şu deyir. Mən 2 dedim, bunlar 3 dedim. Başlar xarab oldu onların. Mənim 2 qardaşım nə edirdi? Listening. Siz də Sakit. To the sözü. qardaşım deyir. Siz də qardaş. Yaxşı da imkan verir dərs Brother şeylər. qardaşım. Buraxaram sağ bu bir də ağlınız gələr başlayın. Listen. Qulaq asırdılar. Dinləyirdi radio. Bəli. Sonra. 5-ci my little sister and Ay. bir dəqiqə and was Bax indi burada Hə. 2 nəfər bir müəllifli istədi, bir də and. Ay, 2 nəfər idi. 2 nəfər olduğumuza görə cəmdir. Cəm olanda nə olur dəzəğa? cəm olanda bir. Böyle, bəli. Aha. Were not in watching iMovie. iMovie. Deyir ki, mənim Little, balaca balaca bacım və and and ay məfədir də elə. hə və Ay. no Ay. getmir. Mən nə eləmirdik ikimiz? Watch. İzləmirdik. 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 Movie. Nə izləmirdik? Kino, bəli, sonra. 5 6-cı. Və Vivo Ya V-dən sonra yəni. Ay, Word o. Were talking in school. Aha. Biz talk. Danışmaq. danışmırdıq. Yox, imkan yoxdur axı burada. Hə, Danışırdıq. danışırdıq. iBook School məktəb Haqqında danışırdıq. Ay, reading Dən baxım. my bar. bu da 21 oxu yenə 20 Ay oxu. dərs. 20 oxuyum da. 21 mi? 21. Mən bunları müəllimin qartıracaq da.
Ne hatırlayacağım yani? Bunların hamısını. Bu Əframay. Z, Negatif desin. Zöbür, Negativsə notda işləyəcək. onlar Evə. evə gedirdilər. Ay sağ ol. İndi ikincidə görsən qabağında x qoy. X qoysa inkardadır. İnkar not olacaq. Aha. I was Talking. to Alan. Aha. Sonra mən burada inkarda. Alana danışmırdım. Yox, inkarda deyirəm, sualda Ha, deyirəm. üçdə sualdadır. Kamera mən çəkdim, bunu çəkmir. Sıra niyə dayanmırsan ki sən bala? Mən ağladım. Bütün gün oynayırsan, dərsdə qulaq asmırsan. Olmaz axı belə bu. Mən kitaba baxıram. Dərs görmüşdüm. Oxu davam elə. Were you playing golf? Ha, Sonra hər şey. 4. Were Tərcümə kim edəcək bala? tərcümə edir. Sən golf oynayırdın. Ay sağ ol. Sonra where was he living? Sonra o yaşayırdı. Aha. O yaşayırdı. Veya harada. Harada yaşayırdı? Yox, my friends smoking not. Elə. Ay bala, was were qaldı. Hə, my friends were smoking. Ay were-dən sonra gəlir axı not. Were not. My friends were not smoking. Ay sağ ol. What was your sister Aha. doing? Aha. Sənin bacın nə Sənin edirdi? bacın Nə? nə edirdi? Ay sağ ol. 7. Zekat. Aha. Burada da sən. Zekat was sleeping. Ay sağ ol. Pişik Pişik yatır. yatırdı. Aha 8. It was not snowing. Ay sağ ol. Qar Qar yağmır. yağmırdı. Ay sağ ol. Where were not the Biz not verini evirsən ki, inkar yox sual. where were they going? Ay sağ ol. Onlar gedirdi. Hara gedir? V qaldı. Hara gedir? Hara gedirdi? Sonra. Who was cutting Ay sağ ol. the tree? Ağa kim Kim kəsirdi kəsirdi tree? ağacı? Ağacı. Okay, Məhəmməd. 22. I was doing. Ay sağ ol. İndi bu təsdiq mən balet edirdim. İndi bunu ikincidə bax görsənmə x qoyubsa, yəni inkarda verəsən. I was not playing football. Mən futbol oynamırdım. Ha burada who was I dancing with? Və buradakı e hərfi nə edir? Dansdakı e. İng olur da, bəli, e düşür. Mən tərcümə elə bunu. Bax, orada deyir ki, who kimdir? Who tərcüməsi kim deməkdir? Axırdakı biz nədir? Lalə. Onda nə olur? Kimlə? Ay nədir? Ay. Mən kimlə dancing? Oynayır. Mən dans edirdim. We were Having lunch. Biz nə edirdik? Yemək, qəranaltı edirdik. Hə, sonra ki, We was not bir də sonra was nə edirsən? were not. We were not eating meat. Aha, biz ət yemirdik. yemirdik. What Mənim günüm demiş o da sonra. were we drinking? Aha. We was Tərcümə elə, hə. What were we drinking? Biz what Nə ne? içirdik? ay sağ ol. We was reading Düzdür. a Paper. newspaper. O reading. Nə edirdi?
Oxuyur. Yatırdı. Oxuyurdu. Oxuyurdu. Yeni gazet. Qazet. Yeni də gəlir qazet. He was listening. He was not listening to music. Aha, o O dinləyirdi musiqi. Dinləmir. dinləmir, inkar edirdi. Aha. Who was he waiting for? Deyir ki, who, kim? Kimi, o, hi nədir? Hi, o, O kimi, wait. nədir? Wait. Afsiyan. Wait, afisiyantdır. Afisiyantdır. Gözləmək. O gözləmirdi. Kim üçün? Yəni kimi gözləyirdi də? Kimi gözləyirdi? They were visiting Aha. a museum. Müzeydə mən müzey. Gedirdi muzeyə. Bəli, onlar baş çəkirdilər muzeyə. They were not buying a painting. Bəli, onlar nə eləmirdilər? Onlar almırdılar painting. Şəkil. Şəkil. Burada olacaq were they taking photos. Deyir ki, onlar götürmədilər fotoları. Foto götürmək, çəkmək deməkdir. Şəkil çəkmək deməkdir. Bax belə şəkil. Çəkirdilər deyə. Sonra yağmur. Deməli yağmur üçün daha biraz Yesterday. 23 çəndim. Hamısını yesterday. yox, 23 dedim. Hansı past qəntiniz? 14 dənə. Eləsin 28 məndə. 28 elə prosta tərcüməsindən bir yerdə yenə görək orada bizdən nə istəyir. Bir nəçin oxumuşlar. Mən Roma nəçi. Roma. Ay, burada görmüşsən. We played a board game yesterday afternoon. Burada müəllim Ed var. ikincisində Onda var ha. olacaq passiv. Bəli. Ət okula keçsədi bax. Ona görə ki, mənə pas ekran olacaqdı. Cəmi Biz taxta oyununda. bəli, taxta günləri Stolda oyun günorta günorta oynayırdıq. oynadıq. Oynayırdıq, olur keçmiş davam edici. Sue got home at 4:30. Su adam adıdır. Burada past olduğuna görə Adəti yoxdur. Adəti yoxdur. 5-in yarısında zamanı tapırsan. ya Hansı zaman? keçmiş davam edici ya da keçmiş. Sadə. Bozqır ayıncı olarsa keçmiş davam edici olurdu. Digər Mənim 4-də hardan bilirəm. get var, get, got. Yazmaq. Keçmiş saadət də. Keçmiş sadə. John and Martin ate hamburgers. Burada itin keçmiş olduğuna görə keçmiş sadə. Ate də. Bəli. John və Martin hamburger yeyirdi. What did you have for dinner last night? Burada last night var. Keçmiş sadə. Bəli. Sən. Sən qəlyanaltı Ya. Keçən gecə qəlyanaltı etdin. Yox, qəlyanaltı nə yedin? Orada bax da. Qəlyanaltıya nə edin? Did you study English yesterday? Burada yesterday var, keçmiş sadədədir. Amma yesterday'nin qabağında olsaydım at that time, at 2 o'clock və s. bu tipli sözlər gələr davam edici olacaq. Bir qədər oxusun. Sən ingilis Səkkiz, ingilis dilini dünən təhsil aldın. Oxudun yəni. I didn't go to bed Mən? at 2 o'clock, 10 o'clock. Hə. Burada 10 o'clock olduğuna görə davam edici olacaq. Mən Davam edici olacaq. Bax birincisi zaten sadədədir. Mən o blokdan sonra mən yesterday yoxdur. Mən Bəli, yesterday yoxdur deyə. həm də did var burada. Hərdən did var da. Mən çarpayıya Yatmağa. gedəndə saat 10-da getmədim. Hə. Sandra was not waiting. Burada
Onsa keçmiş davam etdi olacaq. For the train at that time yesterday. Həm də at that time yesterday. Bəli. Sandra gözləmədi. Mirdi göz. Gözləmirdi. Qatarı dünən bu vaxtda. Bəli. Sən oxuyacaqsan 141-i. 141. Was Diana wearing a red dress? Burada keçmiş davam etdi olacaq. Bəli. Diana Qırmızı paltar. paltarını geyinirdi. Sağ ol. He did his homework 2 hours ago. Burada did var, həm də ago var. Aha. Ona görə keçmiş sadədə olacaq. O Etdi. öz ev tapşırığını saat 2 2 saat. 2 saata etdi. Əvvəl. 2 saat əvvəl etdi. Davam elə. Səhifə 141-də 29-u. Görək 29-a nə? Mən inkar saldım. Bəli, nə kərə salırsan. Altından xətt çəkilmiş. İnkar saldım. Söz, kompetent edici negative form of underlined verb. Altından xətt çəkilmiş. O da belə she Mən she was not Ha? living. Ben burada birincisinde she not. was not living. Yo, mən bir dənə not hatırladım. Yo, bax flew hansı zamandadır? Flew. Fly flew. Ay sağ ol. Keçmiş sadələri. Keçmiş sadədən sualın karı. Did. Did not olur da onda. Did not flew da olur, fly, uçmaq. İkini eləndi. Was bu. Bu da keçmişdədir. Mən onu did olacaq. Yəni ki, was olan yerdə İnc var bende de inc. did olan yerdə was olan yerdə did lazım deyil. Onda was olacaq. Was varsa wasdan sonra nə verirsən? Olmayanda hə did not gətirirsən. Aydın? Mən burada mənim görüşməyin Ay sağ ol. did olacaq. Did not. Ben Sonra? yoktu içine. Meet. Ya. Did not. Aha. 4. 4. Mən burada da keçmişdə ed var. Ay Did sağ ol. olacaq. Cümlə təzdən deyilən, başdan deyilən cümlə səlis. Mark stood Pius Ay bala. Didli formasını denəndə demirsən. Mark did student. Not qaldı. Mən did deyirəm də. Hə, did keçmişdə deyirəm. Mark did not study. Axırda dığın deyirsən. Bəli. Düşür də o did olduğuna görə. Oxumurdu fizikanı. 5-i. Orada da mənim was olacaq. Was not. Sitting in an armchair. O oturmurdu kresloda. 6. Belə Hansı zaman? See, saw. gördü. Bəli. Bəli. Nə olacaq? Orada I. did not olacaq. Sonra nə olacaq? Did not so. So əvvəlki formasına qayıdırdı. See. Mən görmədim sonra. Bəli, burada indi was not wearing. Aha. Wearing. 8. Sonra was not reading. 9'da da orada da düşəcək müəllim olacaq did not visit. Did not visit və salam. Onda Ha. hə keçmişdə Yəni də nə gələcək? did not have olacaq. Have olacaq da əvvəlki formasına qayıdır. Played. Mən burada da düşəcək did not play. Did not play olur. Went. Burada müəllim go-nun Keçmişidir, bəli, nə olacaq? Did not go olacaq. You did not go. Burada da düşəcək. Bəli. Düşəcək mən did not invent. Gutenberg did not invent. Mən burada was olacaq. Were varsa were qalır. Were-dən sonra nə gələcək? Not. Not gələcək. Were not eating. Yemirdilər. Explore. Evet. 4'də düşəcək müəllim did not explore olacaq. Burada da was not carrying. Was not carrying. Was olduğu kimi qalır. Burada məhz müəllim carrying-də inc artıranda i-yə çevrilməyə baxır. Orada müəllim i-yə düşüb inc artırılır. Dəqiq səhv gedib çoxdur. Davam elə. Bravo.
Burada nə edirsən? Deməli, 10 tapşırıqda o nə vaxt tərk etdi? Sənə sual nə ilə verirlərsə, həmin şeylə cavab verirsən. Aydın nə demək istədiyim? Bax, sənə sonra when did he leave? Yəni tərcümə eləyək. O, when. Nə vaxt tərk etdi? Ay, sən hansı zamanla sual verdi? Keçmiş saatı ilə. Sən də keçmiş saatı ilə cavab verəcəksən ki, o saat 5-də tərk etdi. İndi burada tərk etməyi nə edəcəksən? İndi niyə verirsən ki? Mən inkarda demirəm axı cavabı. Təsdiqdə verirəmsə. Yox. Tərk etdi, o tərk etdi. Nətər deyərsən? Mən getdim, nətər deyərsən? I go. Mən gedirəm deməkdir. Mən getdim. I went. Tərk etdim. I live. He live. Left. He left. O tərk etdi. Vəssalam. Elə bu. Dedi, bir sən nə vaxt verirsən? Əgər sual olsa, bir də inkar olsa, dedi gətirirsən. Təsdiqdə didə ehtiyac yoxdur. Mən birinci Mən də burada dit gəldi. Birinci sualda cavabı verəndə sadəcə did versən də. cavabda sual. Cavabda did zad lazım deyil. Bir dənə feilin özünü qoyursan. Where was Tommy sleeping? Burada olacaq. Deyir ki, Tom Harada? harada yatır? D. Tom harada yatır? Deyirsən ki, o yatağında yatırdı. İndi sənə sualı was keçmiş davam edicinə ver. Sən də keçmiş davam edicinə cavab ver. Bu sirkdə. Bu içə olmaz. Yox, bir hərf deyil axı. O yatır. Bir heca deyil. Yerdən sonra nə gələcək? He was Sonra? sleeping. Fiso. So, üçdə olacaq. They was building. Was nədir ki? Were. Building tikirdilər, bəli. 4'də olacaq. They take top. Take'in keçmiş top. Took. They took. Bəli. 5'də Orada bax, sənin what means hamı kitaba baxsın. Səkinə, oxudun qurtardın demək deyil, sənin işin bitdi. Nə deyir 5-də? Deyir ki, 4-də. What means of transport? Hansı nəqliyyat vasitəsinə take götürdü, yəni mindilər mənasında. Take, avtobusu götürmək o demək deyil ki, yəni avtobus götürürsən, avtobusa minmək mənasındadır. Orada deyir ki, they took a bus. Onlar avtobusa mindilər. Düz getirmişsən. Bəli, sonra 5. 5'də olacaq I bought. Aha. A new bicycle. Mən yeni velosiped aldım. 6'da olacaq he was reading a book. O Oxuyurdu kitab. kitab oxuyurdu. 7'də olacaq he was drawing a diagram. O çəkirdi. Drawing çəkirdi. O çəkirdi diagram. Okay, davam elə. Ayaz. He was yox, aşağı. I did. Deməli, aydın sonra did demirsən. Bax, bu əsas sual cümləsi var ha. Oradakı feilimiz hansı feildir? Mən Feil deyirəm, feil. Ay, mən demə, əvəzlikdə o. 8 oxu tərcümə elə əvvəlcə. Sən gördün. What? Nə gördün? Sinəmada nə gördün? Feil hansıdır cümlədə? Romantik. Səndir feil. Mən 2 saatə. Abi cümlədə feili soruşuram da səndən. Sinema. Sinema feildə xəstə yığını. Mən 8-də did yoxdur. Mən did olduğunu keçmiş saat olmadı. Abi cümlə feil Azərbaycan dilində cümlənin feili hansıdır? Sən sinemada nə gördün? Gördün. Bilmirsən feildir o. İndi o feili. Feil həmin o gördüyünü keçmiş zamanda da düzdür. Gördün nədir ingiliscə bilirsən? İndiki zamanda. Birisi keçmişi S-A-V yazılır. Aparıb qoysan 2-dən sonra harda? 8-də aydan sonra I saw a letter. Mən məktub gördüm. Bax indi 9-u tərcümə elə. What did he write? Romantik komediyada o what?
Nə? Nə? Write. Nə yazır? Yazdı. Did var. Yazdı. Takip et. Görə gələ bu başa düşsün də ona görə tərcümə edin. Nə yazdı? Hə? Yazdı. Əsas sual. Yazdı burada did olduğuna görə write əvvəlki formasına qayıdır. Bizə isə lazımdır ki, onu keçmiş formasında cavab olaraq verək. Keçmiş formasını bilirsən write-ın. Wrote yazılır. Bəli, wrote yazılır. Onları bilmək lazımdır. Şeydən sonra nə olacaq? He'dən sonra wrote eletta. O məktub yazdı. Deyir o nə yazdı? Deyir məktub yazdı. Sonra on Where was she studying? standing. Standing. Where? Harada Harada o dayanırdı. harda o dayanırdı? Ay sağ ol. İndi sənə sual Dayanırdı. Harda? Ay sağ ol. Sənə hansı zamandan sual verib? Was keçmiş. Keçmiş nə? Keçmiş. İnci də var da orada davam edicidə. Sən də cavabı davam edicisi, keçmiş davam edicisinə verəsən. Şeydən sonra nə gələcək? Was. Sonra da standing. Özün aparıb qoyacaqsan ora. Was standing. 11. Where did they Fly. Deyir, Onlar haraya uçdular. Keçmiş sadə zamandadır. İndi o feilimiz burada hansıdır feilimiz? fly. Düzdürmü? Fly indiki zamanda. Bizə keçmiş zaman lazımdır onun. Fly. Keçmişimizsən. Flew. Var idi orada flew. 29-da ən birinci var. 29 çalışma. Birinci cümlənin ikinci söz. Görsən orada flew yazılıb ha. Onu keçmiş saydadır. Onu gətirib qoymaq lazım idi yerinə. Sonra What was he doing? Burada deyir, sən o nə sürürdü. O nə sürürdü? İndi ya şeydən sonra nə gələcək? He'dən sonra Was, sonra drive ing. Bəli, o ing var. bəli, ing varsa özünə fərq olsun yəni. 13. What did the car stop? Niyə Maşın stop. Dayandı. Niyə dayandı? Ay sağ ol. The car sonra aha stop. Yəni keçmişə sal ora qoymalısan onu. Elələr var ki, edlə keçmiş olur. Elələr var ki, kökündən dəyişir. 14. What was Sylvia reading? Aha, riding də o da sürür. O Silvia nə sürürdü? Nə sürürdü? Was reading. Riding o. Reading oxumaq deməkdir. Motorbike və motosiklet silverdə. Sonra 31. 31'de bu da work middle did he win. Bu da did olduğuna göre burada past simple olacak. Past simple'dır. Keçmiş sadə. Bəli. Burada he İndi orada win var, fail var. he də sonuna gələcək was. Yox, sənə sual didlə veribsən, was verənməzsən axı. Sən də verməlisən, bu win'i görsən, win'i. Yox, keçmişə saldı onu. Won. He won. W, o n yazılır. O qazandı qızı. Gold medal. Hə, bax sən dediyin 2-dədir. 2-yə bax. Was Roma wearing. Burada was'ın indiki davam edicidir. Keçmiş was. İndiki Keçmiş. keçmiş davam edicidir. She romantic. Hə, was qaldı. She was wearing Ink, I saw. a Purple skirt and a grey jacket. Were bu da keçmiş sadədir. Keçmiş sadə olduğuna görə burada they İndi bax, o birinci cümləmiz var, sual cümlə. I saw, go, əsas feil otda, hə, onu keçmişdə sal, gətir qoy yerinə. bundan sonrası went. I saw, they went They went to Paris. Nə deməkdir? They went to Paris. Onlar Went, getdilər. getdilər Paris. Düzdürmü? Amma o səndən nə soruşurdu bəs? Keçmiş sadə. Yox, cümlədə nə deyirdi? Where? Və Nə deməkdir where? kim harada? Haraya. Haraya gedirlər I saw, bayramda. bayramda. Sonra 4. Who did they? Bu da did olan keçmiş sadədir. Keçmiş sadə olduğuna görə they visit. Et. Visit. Visit Ed. Keçmişə sal da.
Orada did olduğuna görə et düşmüşdü axı. İndi ikinci cümlə gətirəndə did yoxdur deyə et olacaq orada. 4 5 4 5 5. Ha 5'te ise burada keçmiş stamcı olacaq. Ay sağ ol. Sting inc var burada. 11 30. Ben burada Z V Ay sağ ol. Sting Ay sağ ol. Bench. Bench in Z Park. Park malıyız 6. 6'da ise burada keçmiş sadədir. Keçmiş sadə olduğuna görə she become. Bax o B cami yazılır. Become. Aydındır. Keçmiş sadiyə salsan. Sonra 7 ise burada did keçmiş sadədir. yenələri Z film niş finish finish et. finish. Keçmişə saldı hamısını. 8. 8 ise keçmiş sadədir. Keçmiş sadə he. Bəli. Bro. Braza da bu braza adiyyəti nədir ki braza? Brother. Braza qardaşdır. Feil tapsan. Press. Present hədiyyədir. Get burada. Əldə Get. Burada etdim. jot olur. Bəli. Got. Bax qız. Burada ise birinci Sağ ol. keçmiş damcı.